Salam. Biologiyadan ayın 1 tarixində keçirilən imtahanda 11-ci və 25-ci sualların izahı haqqında sizə məlumat vermək istəyirəm. 11-ci sualda qeyd olunur. Orta yaşlı sağlam insanda bir dərin nəfəs alma zamanı normada neçə millilitr və yaxud kub santimetr oksigen ağciyər kapillyarlarına keçər? Bildiyimiz kimi nəfəs alma zamanı 500 kub santimetr hava udulur ki, bunun da 5% ağciyər kapillyarlarına keçir və 500 kub santimetr dəyişən hava adlanır. Dəyişən havanın 5%-i 25 kub santimetr edir. Deməli, bir tənəffüs hərəkəti zamanı 25 kub santimetr hava mübadilə olunur. Bu bizim həyat fəaliyyətimiz üçün lazım olan oksigenə olan tələbatımızı ödəyir. Şərtdə isə bir dərin nəfəs alma zamanı deyir. Bir dərin nəfəs alma zamanı bildiyiniz kimi dəyişən hava və üstəgəl əlavə hava. Bu da 2000 kub santimetr edir. 2000 kub santimetrin 5%-i 100-ə bərabərdir. Əksər müəllimlərimiz və abituriyentlərimiz B variantına üstünlük verir. Amma mən deyərdim ki, B variantı yox, doğru cavab Y variantı olmalıdır. İzahını verim, ondan ötürü qeyd edeyim ki, 2000 kub santimetrin 5%-i düzdür, 100 kub santimetr edir. Amma bu qədər oksigen havanın tərkibindən ağciyər kapillyarlarına mübadilə oluna bilməz. Bu mübadilə olunsa belə orqanizmdə pozğuntuğa gətirib çıxarar, maddələr mübadiləsinin pozulmasına səbəb olar. Çünki bildiyiniz kimi orqanizmin daxili mühitimizin nisbi sabitliyi qorunub saxlanılmalıdır. Bu qədər oksigen maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Odur ki, mən doğru cavab olaraq Y variantına üstünlük verirəm. 25 kub santimetr. Düzdür, ağciyər tutumunda 2000 kub santimetr oksigen daxil ola bilər və bu ağciyərin orta həyat tutumunun bir hissəsinə bərabərdir. Bundan başqa 25-ci sual haqqında da məlumat vermək istəyirəm. 25-ci sualda qeyd elədik ki, bu zoologiyaya aiddir və burada deyilir ki, müəyyən ərazidə verilmiş çay xərsəngi, xaçılı hörümçək və may böcəklərinin cəmi 620 yermi ayaqları vardır. Bu heyvanlardan 48-i xərsəngdir. Xaçılı hörümçəkdə may böcəyinin ətraflarının sayının, deməli, xaçılı hörümçəklə may böcəyinin ətraflarının sayının 4-ün 3-ə nisbətində olduğunu bilərək burada neçə xaçılı hörümçək olduğunu hesablayın. Bunu mən vərəqdə də qeyd eləmişəm. Bunun haqqında sizə məlumat verim. Baxırıq bura. Deməli, çay xərsəngi, şərtə görə çay xərsəngi, xaçılı hörümçək və may böcəyində 620 yermi ayağı vardır və çay xərsənginin şərtdə verilib ki, 48-ə bərabərdir və döşdə 5 cüt ayaq olduğunu bilməklə 5 cüt də 10 edir, 48-i 10-a vurmaqla ayaq saylarının 480-a bərabər olduğunu tapırıq və bizə cəmi 620 ayaqlar verilibdir. Ondan 480-da çıxmaqla xaçılı hörümçək və may böcəyində 140 ayaq olduğunu qeyd eləyir. 4 hissə xaçılı hörümçəyə, 3 hissə isə may böcəyinə aiddir. 140-ı 7-yə bölməklə bir hissəni tapırıq, 20-yə bərabərdir və 20-ni 4-ə vurmaqla biz xərsəngi sayını və bu 20-ni 3-ə vurmaqla hörümçəyin sayını tapırıq 80-ın 60-a və 3-ün 4-ə nisbətdə sadə tam ədədlərin nisbəti şəklində bildiyiniz kimi götürülür. Odur ki, əvvəl sıfırları ixtisar eləyirik, sonra deməli 8 ilə 6-nı 2-yə ixtisar eləyirik, 4-ün 3-ə nisbətini almış oluruq. Və buradan da 80 ədəd bizim deməli, xaçılı hörümçəkdə ətraf var. Birində 4 cüt, yəni 8 ayaq olduğuna görə 80-ı 8-ə bölməklə 10 ədəd xaçılı hörümçəyi almış oluruq və beləliklə də cavab ona bərabər olacaqdır. Hörmətli izləyicilər, çətinlik çəkdiyiniz sual nömrələri varsa qeyd edin, izahları haqqında sizə məlumat verin. Sağ olun.